Hamının dediyi Amerika budur. Mən elə işdən qayıdırdım ki, mənim green kartım necə olacaq düşünürdüm. Onda gördüm ki, bu mərni bir asılıb, o hərbi ofis var idi. Heç valideynlərimə deməmiş, girdim ki, bilirəm ki, heç desəm razı olmazdılar heç vaxt. Ondan sonra and içmə oldu. And içəndən sonra valideynlərimə dedim ki, bəs mən artıq hərbiyə qoşulmuşam. Yoldaşımla əslində 10 il eyni ştatda yaşamışıq, amma Las Vegasdan qayıdandan sonra ilk dəfə elə tanış olduq. Orada solar eclipse olmuşdu o vaxtı, günəş tutuldu. Elə 3-4 ay idi bir-birimizi tanıyırdıq, amma heç gözləmədiyim anda günəş tutulduğu anda mənə propos elədi. Dedim, indi mən yox desəm çox pis olar. Heç mamam, anam, atam bilmirdi bu haqda, amma yəni evlilik təklifini qəbul edəndən sonra valideynlərimə də dedim, tanış oldular, videoda falan danışdılar. Elə toyumuz da hətta Şəkidə 2018-ci ildə evləndik.